Rezistent epilepsiya, yəni dərmanlara tabe olmayan epilepsiya. Bəzi növ epilepsiyalar var ki və bəzi xəstələr var ki, bunlar sayca 3, 4, hətta 7-yə qədər qıcolma dərmanı qəbul etmələrinə baxmayaraq, qıcolmalar dərmanlara tabe olmur. Bunlar müxtəlif səbəblərdən ola bilər. Bəzi epileptik ensefalopatiyalarda, beyin travmalarında və s. kimi səbəblərə bağlı ola bilər. Bəzən isə yalançı rezistentlik dediyimiz vəziyyət olur. Burada isə rezistentliyə səbəb düzgün dərman seçiminin olmamasıdır. Videoda gördüyünüz xəstə rezistent epilepsiya diaqnozu qoyulmuş bir xəstə idi. Bizə müraciət etdiyi zaman hər ay qıcolmalar tutur və bununla əlaqəli hətta status vəziyyətinə düşərək xəstəxanaya müraciət etməli olurdular. Daha sonra biz müayinə zamanı müəyyən etdik ki, xəstəyə seçilən dərman preparatı düzgün deyil və buna bağlı olaraq xəstənin dərmanını dəyişdik və hal-hazırda artıq 3 ildən çoxdur ki, qıcolmalar yoxdur və ancaq bir dərmanla qıcolmalar kontrol altına alınmışdır. Bu səbəbdən rezistent epilepsiyası olan uşaqlar düzgün dərman seçimi olub-olmaması baxımından mütləq həkimlər tərəfindən təkrar müayinə olunmalı və buna xüsusilə önəm vermək tövsiyə olunur.